Deməli, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqənin, 9-cu qrant müsabiqənin Elm Təhsil Nazirliyinin təşkil etdiyi bu müsabiqədə layihə olaraq Yaşıl Dünya naminə layihəmiz qalib hesab olunmuşdur və bu layihənin rəhbəri olaraq mən Aynurə Aliyeva öz təqdimatımı edirəm. Deməli, bizim növbəti dəfə layihəmizin əsas məqsədi, deməli, layihəmizin əsas məqsədlərindən biri məktəblilər və yerli icma üzvləri arasında enerjiyə qənaət mədəniyyətini formalaşdırmaqdır və eyni zamanda gündəlik həyatda elektrik enerjisinə qənaətin praktik bacarıqlarını aşılamaqdan ibarətdir. Və biz gənc nəslə ümumi gələcəyimiz üçün enerji resurslarının ehtiyatlı yanaşmasının vacib olmağını hədəfləyirik. Deməli, burada əsas məqsədimiz ekoloji şuur, qənaət mədəniyyəti və praktik bacarıqlardır ki, ekoloji şuurda biz şagirdlərə evin enerji istehsalını azaltmağın gələcək üçün faydalarını izah etməkdən ibarətdir. Qənaət mədəniyyəti isə icmanın gündəlik həyatında enerjiyə qənaət bacarıqlarını və metodlarını tətbiq etməkdir. Praktik bacarıqlar isə məktəbdə və evdə elektrik enerji istehsalına nəzarətin vərdişini formalaşdırmaqdan ibarətdir. Deməli, layihəmizin əsas vəzifələrindən birinci növbədə biz səfirlər komandasını yaradırıq, hansı ki onlar 12 nəfərdən ibarətdir və bu səfirlərin adını enerjiyə qənaət səfirləri adlandırmışıq. İkinci imkanların təhlilidir. İmkanların təhlili dedikdə məişətdə, məktəbdə enerjiyə qənaət etmək üçün bütün imkanlardan istifadə və tədbirlərin təhlili mövzusudur ki, bunu istifadə edirik. Üçüncü, təqdimatların keçirilməsidir ki, şəhərdə 4 məktəb üzrə biz enerji qənaəti mövzusunda maarifləndirici təlimlər təşkil edəcəyik. Eyni zamanda təqdimatlar hazırlayacağıq. Dördüncü, cəmiyyətin motivasiyasıdır. 4 məktəbin valideynləri və şagirdləri ilə birlikdə enerjiyə qənaət probleminə diqqətin cəlb edilməsindən ibarətdir. Beşinci məsələmiz isə burada əsas vəzifələrimizdən biri olaraq qənaət müsabiqəsidir ki, burada stimullaşma və hər ay üçün qənaətçi layihələrin müəyyən edilməsi və onların müsabiqədə iştirakı üçün daha böyük stimul yaratmaq üçün onların mükafatlandırılması lazımdır. Sonra bizim deməli planımızda göstərilir 4 ay müddətidir. Bizim layihəmizin 4 ay müddətinə təşkilini planlaşdırmışıq və bu planlaşma bizim noyabr ayının 3-ü açılış mərasimindən sonra fevral ayının 15-nə biz layihənin yekun bağlanış mərasimini keçib və qalibləri mükafatlandırıb yekun hesabatımızı təqdim edəcəyik. Sonra bizim gəlir qənaət səfirlərinin seçimi və missiyasıdır ki, biz burada bayaq dediyimiz kimi 10-12 nəfərdən ibarət qənaət komandası yaradırıq və bu, daha doğrusu enerjiyə qənaət səfirləri komandasını yaradırıq və bu komandada biz birinci komandanın seçimidir və qrupları seçirik. Ondan sonra onlar üçün təlimlər təşkil edirik, hansı ki onlara enerjiyə qənaətin üsullarını və ictimai çıxış bacarıqlarını maarifləndiririk, təşkil edirik təlimlər nəticəsində. Sonra missiya, deməli, şəhər missiyamız odur ki, həmin səfirlər dediyimiz enerjiyə qənaət səfirlərini 4 məktəb üzrə biz təqdimatlar və təlimlər keçərək qənaətin əhəmiyyəti haqqında digər məktəblərə də maarifləndirici tədbirlər, təlimlər keçirik. Alətlər isə iş üçün xüsusi maarifləndirici buketlər hazırlanacaq və onlardan istifadə ediləcəkdir. Deməli, ailələr üçün motivasiya müsabiqəsidir ki, deməli, burada da ailələrin iştirakının vacibliyi, aylıq mükafatlandırma və qənaət üçün mükafatlar nəzərdə tutulur ki, 3 ay ərzində evdə ailə olaraq, ailə komandası olaraq qaliblərimiz seçilir və hansı ailə 3 ay ərzində həm 4 məktəbin nümayəndələri olaraq, həm öz məktəbimiz olaraq şagirdlərdə ailə komandası yaratmaq və onların hər birinin ən qənaətçil ailə uğrunda mübarizə apararaq və nəhayətdə 1-ci, 2-ci, 3-cü yerlər üzrə aylıq qaliblərə deməli mükafatlar təqdim ediləcəkdir. Sonra bizim deməli bu enerjiyə qənaət layihəmizi
probleminə maksimum diqqət çəkmək üçün biz ictimaiyyətin diqqətini buraya yönəldirik və sosial şəbəkələrdə flash moblar vasitəsilə və kütləvi informasiya işıqlandırmaqla daha geniş formada cəmiyyəti bu işə, bu layihəyə cəlb etməkdir. Ki, burada da rəsmi Facebook şəbəkəsində, digər şəbəkələrdə və eyni zamanda bizim sosial şəbəkələrdə də bu layihənin nüfuzunu daha da fəal şəkildə işıqlandırmaqdır məqsədimiz. Deməli, burada da effektivliyinə görə nəticələr necə dəyərləndirilməyi haqqında monitorinqlər təşkil olunur və bu monitorinqlər birinci növbədə diaqnostik testləşdirmə ilə keçirilir ki, həmin layihədən əvvəl və layihə zamanı, eyni zamanda sonra biliş və münasibətləri qiymətləndirmək üçün testlərdən istifadə olunur. Ekspertlərin təhlildə 3 ay ərzində ekspertlər hər ay icmada məqsədlərə çatma dərəcəsini qiymətləndirəcəkdir. Sonra da nəticələrin təhlil ki, bu monitorinqləri, gələcək nəticələri təhlil etmək və yekunda 15 fevral 2026-cı il tarixdə isə bu hesabatımızın bağlanış mərasimini təqdim edəcək. Sonra, deməli, burada ailələrin enerjiya qənaəti məqsədindən əsas aspektlər hansılardır? İstehlakın təhlilidir, sadə qaydalardır, texniki həllərdir ki, burada evdə ən çox enerji haraya sərf olunur və necə onu necə hesablamaq, təhlilləri aparmaq lazımdır. İşıqları söndürmək, enerjiya qənaət etmək üçün hansı cihazları söndürmək, LED lampalardan istifadə və digər enerji qənaətli texnologiyaların düzgün seçilməsindən ibarətdir. Deməli, həmin qabaqcıl təcrübələri digər məktəblərdə biz yaymaqla və ictimaiyyəti bura cəlb eləməklə, eyni zamanda valideynləri və digər nümayəndələri, eyni zamanda müəllimləri də bu təşəbbüsə daha fəal cəlb etməkdir məqsədimiz və burada digər məktəblərə də səfər və burada da enerji qənaət səfərlərinin bilikləri, öz biliklərini paylaşıb yeni şagirdləri motivasiya edəcək. Və bu da bizim nəticələrimizin layihə olaraq davamlılığını göstərir və düşünürəm ki, bu da bir icma olaraq bizə daha böyük stimul verəcək. Burada da Yaşlı Dünya Naminə komandası olaraq və biz özümüzün layihəmiz çərçivəsində bu işləri yerinə yetirməyi mütəvəzzə götürmüş və inanırıq ki, daha böyük nailiyyətlərlə çıxış edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.